22 noyabr Qətərdə keçirilən UFC döyüş gecəsində Aleksandra Topuria Beksat Almaxanla qarşılaşacaq. Topuriyanın peşəkar karyerasında 6 qələbə və 1 məğlubiyyət var. Avantaj və dezavantajlarından danışacaq olsaq, qardaşı kimi əllərdə döyüşməyə üstünlük verir. Rəqib üzərində baskı yaratmağı bacarır. Güləşdən müdafiəsi və greplingi orta səviyyədədir. Dezavantajlarından danışacaq olsaq, qardaşı kimi sürətli deyil və bitiriciliyi azdır. Məsafəni yaxşı qorumur, ayaq zərbələri və diz zərbələrindən istifadə eləmir. Beksat Almaxanın peşəkar karyerasında isə 12 qələbə və 2 məğlubiyyət var. Avantaj və dezavantajlarından danışacaq olsaq, Beksat hər tərəfli döyüşçüdür. Həm güləş və greplingi bacarır, həm də ayaq üstə olduqca sərt və bitirici zərbələri var. Döyüşü təxmin etmək çətin olsa da, fikrimcə böyük ehtimalla Beksat Almaxan xal hesabı ilə bu döyüşün qalibi olacaq. Və təbii ki, hər bir halda bu bir döyüşdür. Nəticə hər zaman dəyişkən ola bilər. Odur ki, sağlıqla qalın.